Bahar, necəsən? Yaxşıyam, müəllim, siz necəsiz? Sağ ol. Nətər oldu imtahan? Yaxşı. Birinci oldu. Bəli. Necə yazım müəllimə? Bahar qəşəng yazıbdı. Necə yazmalıdır ki, adına uyğun çiçək açır. Ay Allah. Kitabçasını açırsan gül çiçək açır. Qəşəngdir müəllim. 30 sualdan 27 dənə düzümüz var. Qəşəng. Səhvlərin özü bilir, oxuyamışam. Zaten çıxanda özü gəldi ki, bu səhvdir müəllim, bunu səhv yazmışam. Yəni inşallah 3-cü qrupsan da. Bahar 3-cü qrupda, hələ 9-dur, çox başda. 3-cü qrupda, yəni 11-ci sinifdə daha yüksək nəticə göstərirəm. Yəni dil qaydası bir dənə səhvi var da deyəsən. mətnlər Deməli 3-cü dərəsindən- qrupluqdur. Biri, yəni mətnlərdə də elədiyi səhv nədir? Çaşdırıcı sual qruplar. Yəni ona fikir vermir, o vaxtı da nəzərə alsa, çox qəşəng yazıbdı. Yəni gəlmə səviyyəsi, indiki səviyyəsinə baxırsan, Baharda böyük bir artım, qəşəng. Bahar, son sözün. Enva Akademiya məsləhət görürsən? Bəli, bəs görürəm. Dərslər yaxşı keçirilir. Müəllimlər çox mehribandır. Hə, çox yaxşı öyrətmirlər. Yo, yo. Sadə mehribandırlar. Yox, çox yaxşı öyrədirlər. Hansı müəllimləri çox istəyirsən? Ayşə müəllimə, Natiq müəllim, İnşallah Sağ ol. müəllim, Cəlil Yaxır müəllim. müəllim sayan oldu. sonra hansı müəllimləri? İnşallah müəllim, Cəlil müəllim. Yaxşı, çox sağ ol. Hansı peşəni istəyirsən? Mən dünənə qədər jurnalistlik istəyirdim, sonra dedim yox. Bu gecə dəyişdi fikrin? Bəli, siz məsləhət görmədiniz. Hə. Aha. Mənə gül gətirir. Ay Allah. Baharın gətirir. İndi nə istəyirsən? Adam necə müəllimim nə məsləhət görsə odur. Riyaziyyatı düzəldə bilsəm, əslində mühasibatlıq istəyərdim ya da biznes. Sən deyirsən mühasibə. Ya da ki, Neysə, mühasibə. elə müəllim olacağam. Müəllim, əhsən. Əhsən. Müəllimə son sözünüz. Son sözüm odur ki, siz də Bahar kimi yüksək nəticə göstərmək istəyirsə, bizim dərslərimizə qoşula bilərsiniz. Dərslərimizə qoşulmaq üçün 055 597 0151 nömrəsini yaza bilərsiniz. Sağ olun. Sağ ol. Ay Allah.